Azərbaycan nağıl qəhrəmanlarının reytinglərini sıralayırıq. Birinci sırada Tıktıq xanım yer alır. Yəni bu qızın atası, anası, bir yiyəsi yoxdur. Yəni qız gözünə nə bilim silikon çəkir, dodağına silikon çəkir, düşüb sugar daddy axtarmağa gedir və heç kəs də bəyənmir. Özündəki yəni ikili taxta, reyka ilə bir də iki də taxtanı bir-birinə vurmuş. İkinci sırada yenə Tıktıq xanım nağılından sıçan obrazı var. Manipulativ, şor göz, gözü başı qaynayan ancaq bana bir-bon fikirləşər. Heç şey hiss elətdirməyən bir obrazdır. Üçüncü sırada Şəngülüm, Məngülüm, Süpürgə Gülümün maması da. Alo, sesim gelmiyor mu? Sən evdə 3 dənə uşaq hərliysən. 70 saxlayırsan. Sən bu qapını bir qıfılla, bir iplə bağla. Belə qapını çəkib biri deyir ki, mən gələndə sizə kod verəcəm. Az sən ətl deyilsən, bulun deyilsən. Teknolojiye yaratmışlar orada. Dördüncü isə qoğal nağlındakı qoğaldır. Gəlib bu məktəbdə O da Tıktıq xanım məntiqi ilə gündəsi gəlmiş xəmir kimi. Yenə deyək ki, Tıktıq xanım sugar daddy axtarır. Yaxşı, sən kim axtarırsan? Beşinci sırada isə cırtdan nağlındakı cırtdandır. Safam, təmizəm, tez allananam. Nə bilim, manipulativ, ancaq papanın gül balası, ancaq özünü fikirləşən, mənəm deyən ikinci bir obraz yoxdur. Polnu divə yem edilməli uşaq. Elə bil mən qazanıram, o yeyir.